1980-cı ildə Ağdam rayon Kəngəli kəndində dünyaya göz açmışam. 93-cü ildə Ağdam işğal olunanda mənim 13 yaşım vardı. Biz məcburi buradan köçkün düşdük və o gündən bu günə kimi də bizim bütün xatirələrimiz, bütün istəklərimiz hamısı Ağdamla bağlı idi. Çünki mən inanırdım ki, Ağdam nə vaxtsa qayıdacaq geri. 2020-ci ilin müharibəsində biz şəhidlərimizin hesabına, qazilərimizin hesabına, prezidentimizin sayəsində bu torpaqlara qədəm qoyduq, ayaq qoyduq. Biz Kəngərliyə 2025-ci ilin may ayının 20-sində qayıdıb məskunlaşanda mən məşğulluq idarəsinə işsiz kimi müraciət elədim. O müraciətim əsasında çox sağ olsunlar ki, məni işlə təmin elədilər. Hal-hazırda bu dəqiqə Ağdam rayonunda yerləşən FMC şirkətində qazanxana operatoru vəzifəsində çalışıram. Hər gün işə gələndə çalışırıq ki, sakinlərin istilik sistemi ilə problemi olmasın, istilik ilə təmin eləyək. Ağdamda yaşamaq bizim üçün gözəldir. İnsanlar çoxaldıqca, vətəndaşlar çoxaldıqca, yəqin ki, Ağdamın gələcəyi çox gözəl olacaq. Biz də bir Ağdamlı olaraq Ağdamda yaşamağımıza fəxr eləyirik və şərəf duyuruq ki, Ağdamda yaşayırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin ki, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində biz bugün Ağdamda günü-gündən gözəlləşən Ağdamımızda, şəhərimizdə yaşayırıq.